20-22 yaşa qədərsinizsə özünüzün və yaxud da övladınızın boy inkişafını stimulə etmək üçün özünüz nə etməlisiniz? Bu videodan onu öyrənəcəksiniz. Bilirsiniz ki, boy hormonu axşam saat 10 ilə gecə 2-3 arasında daha aktiv şəkildə sintez olunur və boy hormonu yuxuda olan vaxtı öz təsirini göstərə bilir. Ona görə çalışmaq lazımdır ki, mütləq saat 10 ilə 2-3 arasında tamamilə yuxuya getmiş olasınız. Əgər yuxunuz keyfiyyətsizdirsə, yata bilmirsinizsə, onda çalışın ən tez yata biləcəyiniz saat neçədirsə o saatda yatasınız. Əlbəttə ki, burada keyfiyyətli yuxu da önəmli faktordur. Əgər keyfiyyətli yuxunuz yoxdursa, onda demək ki, sizdə melatonin hormonu aşağıdır. Melatonini də kənardan qida əlavəsi kimi qəbul etməkdə fayda var. Əlbəttə, əgər boyumuzun uzanmağını istəyiriksə, burada sümük əzələ sistemi də güclü olmalıdır. Pəhrizə mütləq diqqət etmək lazımdır ki, zülalla bol qidalanmaqla əzələ kütlənizin daha da inkişaf etməsinə səbəb olacaqsınız. Eyni zamanda sümük sisteminin də düzgün inkişaf etməsi üçün kalsium, vitamin D və maqnezium qida əlavələrindən istifadə etmək məncə yerinə düşər.